Var ki, məsələn, podagra xəstəliyinə adını çəkək, ayaq baş barmağı kəskin formada qızarır, şişkinləşir, rəngi dəyişir və toxunulmaz bir vəziyyət formalaşır. Adi yataq dəstinin belə toxunması xəstənin ağrısı, səsinin qaldırılmasına səbəb olur. Bu kəskin başlayır. Bu xəstəlikdə məsələn ilkin olaraq görünür ki, bu podagra başdadır. Amma bəzi xəstəliklər var, sinsi başlayır, çox asta başlayır. O dediyim Raynaud kimi. Birinci əl ağarır, göyərir, hava soyuq olanda əllərim keyiyir, əllərim üşüyür və yaxud da ancaq səhər yuxudan oyananda əllərim keyiyir, əlimdə şişkinlik hiss eləyirəm. Amma bir müddətdən sonra keçib gedir, heç bir əlamət yoxdur. Bu asta başlanmış formadır. İllərlə davam eləyə bilər və bir müddətdən sonra oynaq şişkinliyi, oynaq zədələnməsi və yaxud da göz, ağız zədələnməsi, dəri zədələnməsi şəklində özünü büruzə verə bilər. Doktor, bu podagra xəstəliyi deyir sizə, yəni onu ola bilərmi ki, müalicə olunsun və o xəstəlik stabilləşsin? Bəli, əgər podagra xəstəliyi əslində el arasında ayaq baş barmağının əyilməsini xəstələr podagra kimi qeyd edir. Podagra xəstəliyində sidik turşusunun miqdarının artması da qanda. Biz ona görə podagra xəstəliyi diaqnozu qoyuruq. Yanaşı olaraq həmin nahiyənin şişkinlik qızarması da olmalıdır və dözülməz ağrısı olur. 3-7 gün ərzində də bəzən xəstə müalicə almasa belə keçib gedir. Bu podagradır. Amma tək başına ayaq barmağının əyilməsi həm revmatoid artrit formasının fonunda ola bilər, həm genetik deformasiyalar var. Halgus valgus deformasiyası dediyimiz travmatoloji bir zədələnmədir. Onun nəticəsində formalaşa bilər. Amma podagra müalicə olunan xəstəliklər qrupundadır. Deyərdim ki, revmatoloji xəstəliklər içərisində daha müalicəyə yaxşı tabe olan, daha yaxşı nəticələr verən, çünki sidik turşusunun miqdarına nəzarət olunarsa, dərman preparatı istifadə olunarsa və daimi uzun müddətli, yaxşı mənada təmiz su qəbul olunarsa, günlük orqanizmin çəkisinə uyğun, o turşu bədəndə gedib oynaq ətrafında toplanmaz və o xəstəlik yenidən baş qaldırmaz. O baxımdan yaxşı xəstəliklər qrupuna daxil edirəm. Doktor, o